Deməli, bugün başlayaq işləyək sizin problemli məsələləriniz ilə. Problemli məsələləri burada PDF-ləri bir-bir açın. Harada problem yarandı, necə oldusa bildirərsiniz. Deməli, bu bizim ikinci PDF-imiz. Bu bizim 3 nömrəli PDF. İnşallah açılsa. Daha sonra 4 nömrəli PDF. Elə ilk 4-ünü atmışam deyəsən, düzdürmü? Bəli, müəllim. Okey. İndi başlayaq görək 2 nömrəli PDF-dən kimisə sualı var idimi? Deməli, PDF 3, PDF 3, PDF 4, sonra ikinci PDF 3, 4, 6. 3, 4, 6. Hə, deməli, üçüncü tapşırıqda nə deyir? Proqramı icra edəndə adınızı, olimpiyada növünü, yaşınızı daxil edə biləcəyiniz kod yazın. Bunu kopyalayaq, götürək online C++ saytı. Müəllim, mən səhv eləmirəmsə biz bu yazmamışdıq əvvəlki dərslərdə. Bəli, yazmışdıq. RFM-də. Yazmışıq, bəzi zəhmətkeş insanlar dərsə qoşulmadığı üçün və dərsin izahına baxmadığı üçün, üstəgəl dərsin izahlarını oxumadıqları üçün başa düşməyiblər. Ona görə. Deməli, birinci mən bunu silirəm. Daha sonra kommentdə tapşırığın şərtini qoyuram. Daha sonra birinci mən nə ilə başlamalıyam, Banu? Birinci sətirdə Müəllim, birinci mənim include EOS-ter kimi şey olmalıdır. EOS-terim. EOS-terim. Aha, aynen EOS-terim. Bunu sərbəst əzbər bilməlisiniz. Mən sizə demişdim ki, bunu silib yazın. Bunu əzbər bilməlisiniz. Sonra Rasim, include IOStream-dən sonra hansı sətir olmalıdır? Necə sətir olmalıdır? Fuad, sənin ən sevimli sətrin nə idi? Mən utanmışdım. Fuad, eşidə bilmirəm səni. Ha, eşidirəm müəllim. Necə? Sənin ən favori sətrin var idi, hər tapşırıqda buraxırdın. Nə idi o? Using namespace. STD, doğrudur. İndi Rasim, sənin sözünü kəstim deyəsən. Burada indi nə yazmalıyam? Rasim. Rasim. Səs ver. Buradayım. Aha. İndi burada using namespace istədiyini də yazdım. Burada nə olmalıydı? Funksiya adı olmalıydı və bəzəkli mötərizələr açmalıydı. Nə olmalıdır burada? Int main. Int main, doğrudur. Int main. Bu boş mötərizələr qoyulur, bəzəkli mötərizələr açılır. Bunu yoldaşlar əzbər bilməlisiniz. Siz olimpiyadaya qoşulanda bu şablonu hazır sizə verməyəcəklər. Bir dənə səslərimizi bağlayaq. Deməli, indi bizə nə deyir? Proqramı icra edəndə adınızı, olimpiyada növünü, yaşınızı. İndi kim var dərsdə? Altun, adımız dəyişən tipi olaraq nədir? Integer. Adımız dəyişən tipi olaraq nədir? Hemen diyeyim. Mənim adımız Sən kimsən? Bilal. Hə, buyur Bilal. Mənim string. Stringdir, bəli. Sonra bir dənə ayəm, unutdum. unutmamısan, oxumamısan ümumiyyətlə. Sonra Mənim soyadımız da stringdə. aha. Bəs olimpiyada növü
RFO, RFM. Stringi necə seçirik? Alton. Mən hardan bilirəm ki, adım stringdir, soyadım stringdir? Mənim siz bizə demişdiniz. Doğrudan canım özüm. Rasim, mən necə seçirəm ki, mən hardan bilirəm adım stringdir, soyadım stringdir? Nəyə əsaslanıb deyirəm ki, bunlar stringdir? Hə, bax. Bilmirsinizsə, bilmirəm deyə bilərsiniz. Sizi kimsə çırpmayacaq. Sadəcə olaraq Müəllim, öyrənməmisiniz dərsi. Konkret olaraq öyrənməmisiniz. Gözlə. İlham, ad, soyad, biz bunların string olduğunu necə təyin edirik? müəllim, bunlar hərflərlə düzəldiliblər. Bəli, hərflərdən, simvollardan ibarətdirsə, deməli o stringdir. İndi kim var? Fuad. Bəs olimpiyada növü bu hansı dəyişən tipi olur? Fuad. Fuad telefonu qoyub gedib, Allah bilir hardasa. Banu, buyur qızım. Nəyi müəllim deyim? Olimpiyada növü dəyişən tipi olaraq nədir? Müəllim, olimpiyada növü dəyişən tip olaraq string olur. Doğrudur. Çünki RFM, RFO daxil edəcək. Bunlar da Bəli, hərflərdən bəli. ibarət. İndi Nə ibarətdir? hərflərdən, hərflər, simvollar, sözlər, hər birisi string dəyişən tipi adlanır. Ədədlər integerdir. Integer də tərcümədə tam ədəd deməkdir. O oxumadığın dərs və baxmadığın videolarda bunlar var idi, Alton. Deməli, string adımız da, olimpiyada növümüz də bunlar stringdir. Bunları ayrı-ayrı təyin etməyə ehtiyac yoxdur. Ad, virgül, olimpiyada yazsaq qəbuldur. Daha sonra kim vardı dərsdə? Nemət, yaşımız hansı dəyişən tipidir? Mənim yaşımız intdir, çünki tam ədəddir deyə. Doğrudur. Yaşımız integerdir çünki tam ədəddir. Integer yaş. Yunis, sən yeni daxil oldun. Bu tapşırığı həll etməyə çalışırıq. Ümumi sizə hamınıza aiddir. Bu include IOStream bu hissələri, yəni bunu bir dənə silin. Bu hissələr var. Bu include IOStream using namespace std int main buraları əzbər bilin. Bunu silin hər dəfə saytın içərisini, özünüz sərbəst yazmağa çalışın. Bu belə. Onsuz da mən bəzən using namespace std olmur. Biz özümüz yazırıq. Ona görə mən o başında əzbərləsə elə bilirik. Bəli, bəli, doğrudur. İndi biz burada dəyişən tiplərini təyin etdik. Adın və olimpiyada növünün string olduğunu, yaşımızın isə integer olduğunu bildirdik. İndi biz burada bərbəzək hissəsini daxil edirik. Cout. Bərbəzək nə üçündür? Mən rana basanda nə etməli olduğumu bizə göstərsin deyədir. Mən birinci nə daxil etməliyəm? Adı. Bu bərbəzək deyəcək ki, bizə adınızı daxil edin. Qoşa nöqtə. Və nöqtəli virgül. Sin ad. Ad. Daha sonra cout nəyi daxil ededik? Olimpiyada növünü. Olimpiyadanızı daxil edin. Nöqtəli virgül. Sin olimpiyada. Sonra cout yaşınızı daxil edin. Sin yaş. Bunları daxil etdik. İndi çap etmək lazımdır. Cout. Birinci mən çap edim adı. Ad. Sonra endul yazım. Növbəti hissədə çap olunsun olimpiyada. Sonra yenə endul yazım. Çap olunsun yaş.
Hələ ki belə qalsın, sonra bərbəzək atarıq. Rana Müəllim, onların arasında şey olmalı, ara olmalı deyildi bir nöqtələri. Ara da ola bilər. Yəni bu handle-ın yerinə dırnaq işarəsi qoyub boşluq da qoya bilərsiniz. Bu zaman bir-birinin yanında aralarında boşluq olmaqla çap olunacaq. Mən handle qoydum ki, birinci ad çap olunsun. Altında olimpiyada, altında yaş. Yəni bir-birinin altında çap olunsun deyə etdim. Orada müəllim ad, olimpiyada, yaşı mənim dırnaq içində yazmır. Yox, Yox. dəyişən adlarını dırnaq daxilində yazmırıq. Çünki mən ad bərabərdir Yunis daxil edəcəm. Həmin bir dəfə Yunis daxil etdim, növbəti dəfə o oldu Altun, növbəti dəfə oldu Nemət və s. Hər dəfəsində o dəyişib öz yerinə otura bilsin deyə bu dəyişən adlarını yazmalıyıq. Çünki həmişə orada Yunis yazdım, Yunis qalmayacaq o səbəblə. Deməli, adı daxil eləyək. Olimpiyadan daxil eləyək və yaşı daxil eləyək. Baxaq. Adı, olimpiyadanın yaşı daxil etdik. Handle yazdığımız üçün hər birisi bir-bir alt-alta çap olundular. Fuad, dərsə qayıtdın? Qayıtmadı. Deyirsən, bu kimdir? Necə müəllim? Fuad, handle yazırdıq. Handle nə iş görürdü? Handle aşağı sətri çıxmaq üçün. Bəli, end line, sətrin sonu olduğunu bildirir. Inline diye bir dənə kursor idi. Kursor n-lə eyni məqsəd görürdü. Biz dərslərdə handle-ı hələ keçməmişik. Prosto mən bilirəm. Slash n ilə Ha, eyni şey ifadə edir. slash. Deməli, bu belə. Bu bizim belə tapşırığımız. Altunun sualı. Altunun baxa görə başqa sualı var idimi? Altun 3, 4, 6. Möhtərəm Altun əfəndinin üçün bunu saxlayaq. Deməli, bu olacaq Altun 1. Keçirik 4-cü tapşırığa. Burada nə deyir? Nömrə 1 tapşırığındakı bu variantları float tipli ədəd üçün yazın. Burada nə baş verəcək? Biz bunu yazarkən tutaq ki, bunu siz x, y, z-i təyin eləyərkən int x virgül y virgül z təyin etmişdiniz. Amma artıq bu 4-cü tapşırığı yazanda float x, y, z kimi təyin eləyəcəksiniz. Baxaq. Yəni tam ədəd yoxdur, hə? Bəli. Tam ədəd yoxdur deyəndə ki, float kimi istəyir də. Birinci tapşırıqda şey kimi, nə idi adı? Integer kimi istifadə etdik, növbətisində float istəyir. Bizim düsturumuzda x, y, z var. Float x virgül y virgül z təyin edə bilirəm. Cout x-i daxil edin. Burada sual oluna bilər ki, ay müəllim, bu bərbəzək hissəsini yazanda çox uzun çəkir axı. Hələ ki, yeni başlayırsınız. Daha yaxşı başa düşməyiniz üçün bərbəzək ilə yazın. Sonra çətin mövzular keçdikcə avtomatik bunlar tədavüldə qalxacaq. Yəni uzun kodları yazarkən o bərbəzək yazmağa onsuz da vaxtımız olmayacaq. Hələ ki, öyrənəndə bu bərbəzəklə yazın. Həm özünüz yaxşı başa düşəcəksiniz, həm də başqasına göstərsəz, nə bilim, tapşırığa müəyyən vaxtdan sonra qayıdıb baxsaz, təkrar üçün də yaxşıdır. Deməli, cout x-i daxil edin, sin x. Cout y-i daxil edin, sin y. Müəllim, Bəli, bəli baba. müəllimə biz bu gün Elzəni keçəcəyik. Çox güman ki, Elzəni. yox. Bu tapşırıqların izahını verəcəm sizə. Hə, oldu mənim, çox sağ ol. Deməli, cout x, handle
Y, Endl, Z. Z sonuncudur deyə Endl'a ehtiyacı yoxdur. Burada məsələn bərbəzək kimi belə deyilə bilərik. Nəticələr yazıb altında onu çap eləyə bilərik ki, bir-birinə qarışmasın. Baxaq. Hə, biz bu düsturu hesablayırdıq. Qarışdırmışam. Cout-da nə olmalıydı? X-in kvadratı. İlham, X-in kvadratını tapanda mən necə tapmalıyam? Müəllim, X vur X yazmalıdır. X vur X də olar, fərqli bir üsulu da var idi. Kim xatırlayır? Müəllim, bir dənə işarə var idi. Müəllim, 2 dənə ulduz qoyduq deyəsən. 2 dənə ulduz qoyurduq, Bilal, doğrudur. X, 2 dənə ulduz 2. Bu X kvadratı deməkdir. Sonra üstə gəl, Y vur Z. İlhamın dediyi üsul da düzdür. X vur X də yaza bilərsiniz. Amma indidən belə öyrənməyiniz daha məsləhətlidir. Deməli, bunu yazdıq və burada belə edək. Cout, bu bərbəzək hissəsidir. Düsturumuz, qoşa nöqtə, Endl. Baxaq indi düsturumuzun nəticəsini. Nəsə düz yazmamışam. Müəllim, orada 2 dənə şey yazmaq yerinə bir dənə yazmaq lazımdır, səhv eləməmişəm. Yox, burada 2 dənə ulduzu qəbul etmir. Niyə? Hə, float-da qəbul etmir. Have integer, integerdə 2 dənə ulduzu qəbul edə bilir deyəsən, ya da vurmanı. Onda müəllim X vur X yazaq ya da bir dənə ulduz nədəni? Bilmirəm, qızım, sınayaq, baxaq elə sizinlə birlikdə baxacam. X-i daxil edin. Bir dənə bu 2 dənə ulduzu siləndə düzəldi. Onda elə X vur X yazaq. O formada eləyək. Float olanda da problem. Bunu integerə dəyişsək işləyəcək. Mən biləm. Çünki o error elə dedi. Baxaq. Yox, heç integerdə də işləmir. Mən neysə səhv yazmışam. Məncə yox. X, Y, Z, X, Y, Z. SMS-dən bağlıdır bəlkə bu. Bir dən gözləyim. Include SMS. Bəlkə bununla bağlıdır. Yox, bu da deyil. Onda elə X vur X kimi istifadə edirik, bəli. X-i daxil edin 2, Y-i daxil edin 3, Z-i daxil edin 4. Düsturumuzun cavabı oldu 16. Nə baş verdi? 2 vur 2, 4. Sonra 3 vur 4, 12. 12 üstə gəl 4, 16. Bu oldu bizim. Float istəyir. Burada float istəyirdi. Düz. İndi xatırladım. X-i daxil edin 1.2. Daxil edən birik saytımız tripatır. 1.2. Sonra Y daxil edin 3.4. Z daxil edin 0.4. Düsturumuzun qiyməti 2,8. Bu bizdə altın 2. Sonra 6-cı özümüzdən tapşırıq uydururduq deyəsən. Hə, tapşırıq yaradın deyir. Elə bunun kimi bir düstur fikirləşib onu hesablaya bilərsiniz. Yəni bunu xüsusi mənim yazmağıma ehtiyac yox. 3-cü tapşırıqdan suallara keçək. Deməli 3-cü PDF 18-19. 3-cü PDF 18. Hə,
Burada dialoqu çəp etməliyik see out-la. 18. Biz belə eləyək. Sondu deyə. Sizin bu məsələnin şərtini burada yazmağınıza ehtiyac yoxdur. Mən sadəcə hamımız birlikdə görək deyə yazıram. Həm də mən kod yazanda daha rahat olurum. Deməli, dərs zamanı müəllimin sual verməsi və şagirdin cavab verməsi. Okey. İki dəyişən olmalıdır. Şagird və müəllim. Deməli, şagird və müəllim sual verir, şagird cavab verir. Bu zaman bizim şagird və müəllim hansı dəyişən tipi ilə danışır sizcə? Integer. Nə ilə? Int. Bax bala, mən hal-hazırda sənə sual verdim. Hansı dəyişən tipi ilə danışdım? Mənim string. String ilə danışacaq. Bəli, çünki mən sual verəndə cümlə işlədəcəm. Siz də mənə sualın cavabını verərkən cümlə işlədib verəcəksiniz. O səbəbdən string olacaq. Biz onu Mən bəs sualı soruşsa ki, sən neçənci sinifdə oxuyursan və ya neçə yaşın var, bəs elə olanda? onu əgər siz sırf integer kimi cavab vermək istəyirsinizsə, ayrıca dəyişən daxil edin, cavab dəyişəni və yaxud da sinif dəyişəni. Int sinif bərabərdir 8 yazıb cavab verə bilərsiniz. Amma adətən neçənci sinifsən deyəndə 8-ci, 8B, nə bilim nə, bu tip cavab verildiyi üçün yenə string işimizə yarayır. Mənim 8B yazanda da məsələn orada dırnaq içərisində yazılır. Bəli, stringdir. Tək 8 yazacaqsınızsa, o olacaq artıq neydi adı? Integer. Amma elə string yazıb da tək 8 yaza bilərik. O da string yazıb 8 yazsaq, həmin o 8-i dırnaq daxilində yazmalı olacaq. Çünki kodun önündə biz demişik ki, bütün full string təyin etmişik. Onları istifadə edirik. Yəni stringlə olsa dırnaq daxilində tək 8 də yazmağımız okeydir. Deməli, amma dırnaq daxilində tək ədəd yazanda onu normal ədəd kimi istifadə edə bilmirik. Onu string mənasında simvol kimi daxil eləmişik. Deməli, string şagird müəllim cout dərs prosesi. Deməli, cout yox, belə eləyək də sin müəllim. Müəllim nəsə dedi. Müəllimin dediyini daxil etmişik. Yəni, burada müəllim nəsə deyir. Biz müəllimin dediyini birinci çap etməliyik ki, sonra şagird onu cavab verə bilsin. Cout müəllim. Birinci bunu yazdıq. Daha sonra sin şagird. Yəni, şagirdim müəllimə verdiyi cavab. Cout şagird. İndi baxa görə nə baş verir? Dərs prosesi. Dərs prosesində buna ehtiyac yox deyəsinə. Və yaxud da belə eləyək. Müəllimin sualı, şagirdin cavabı deyə bərbəzək qoyaq ki, daha başa düşülən olsun. Deməli, bu dərs prosesini mən dəyişirəm. Müəllimin sualı. Müəllimin sualı. Müəllim sualını daxil etdi və müəllimin sualını çap etdik. İndi müəllimin sualını daxil edin. Burada da şagirdin cavabını daxil edin. Şagirdin cavabını daxil edin. Bu da şagird cavabını daxil edir və şagird cavab verir. Baxaq necə baş verirsə. Müəllimin sualını daxil edin. Ev tapşırığını nə daxil etdim güya. İşləmədi.
El təşkilatını daxil edin. Oradan da avtomatik o gəldi mi? Şagirdini istəmədi. Müəllimi daxil etdi, müəllimi çap etdik. Daha sonra bu niyə gəlmədi bəs? Müəllimin sualı string daxil etdik. Hə, şagirdin cavabı, hə, Endel yazmamışam, okey. Deməli, hər cout'un axırına Endel yazın ki, bir-birinə qarışmasınlar. Endel, cout'ların axırına yazırıq, sinlərin axırına yaza bilmirik. Endel, bu ən axırıncında ehtiyac yox. Müəllimin sualını daxil edin. Salam olsun. Şagirdin cavabını daxil edin. Sağ ol olsun və çap etdik. Deməli, burada müəllimin sualını daxil etdik. Cout müəllim danışır. Yəni elə bil ki, burada hər dəfəsində sualı dəyişə bilməyimiz üçün belə qoymuşam. Avtomatik sadəcə bu kodu cout-la da yaza bilərdiniz. Cout, məsələn, ev tapşırığı yazmısınızmı? Cout şagird deyir, tutaq ki, yazmışıq. Sonra cout müəllim soruşur ki, hardan problemli suallarınız var? Cout şagird də deyir ki, filan yerlərdən problemimiz var. Amma biz müəllimin sualını da, şagirdin cavabını da klaviaturadan daxil edəndə hər dəfə o sualı və cavabı dəyişə bilirik. O səbəbdən, yəni dinamik bir şey yaratmış oluruq. Deməli, müəllimin sualını daxil etmə budur. Müəllim danışır, yəni verdiyi sual budur. Şagirdin cavabını daxil etdik. Şagird danışır. Cout. Şagird danışır. Burada da müəllim danışandan sonra end qoyaq. İndi baxaq nə baş verirsə. Müəllimin sualını daxil edin. Dərsi kim öyrənir? Yenə düz olmadı. Avtomatik etməli deyil, bu. Müəllimin sualını daxil edin. Mən domatını tutaq ki, şagirdin cavabını daxil edin. Nəsə cavab da daxil etdim. Deməli, müəllimin nə dediyini burada görürük, şagirdin nə dediyini də burada görürük. Sadəcə bəs sual oluna bilər ki, bu hissə və bu hissə daxil etmə hissələri niyə var? Çünki kodumuz dinamik olmalıdır. Həmin o, yəni hər dəfəsində bu dəfə informatika müəllimi ilə danışdı, məsələn, Fuad. Sonra gəlir fizika müəllimi ilə danışır Yunis. Hər dəfəsində bu dialoq dəyişməlidir deyə kodu ona uyğun qura bilərik. Qurmalıyıq daha doğrusu. Yəni, optimal olmalıdır. Hər bir algoritmin kütləvilik xassəsi var ya uşaqlar. Həmin o kütləvilik xassəsi bu tapşırıqla ödənilir. Yəni, bu məsələ üçün informatika müəllimi və onun olimpiyada şagirdləri prosesində düz olan kod həm də fizika və başqa bir fənlər üçün də aktualdır. Yəni, fizika müəllimi gəlib bu kodu icra eləsə öz sualını və şagirdin verə biləcəyi cavabı daxil edə bilər. Bu belə. Üçüncü, sonra... üçüncü yox, 18, 19. Burada siz nə edirsiniz? Burada dərs cədvəlinizi qurursunuz. Bunu belə eləyə bilərsiniz. Yəni, 5 gün ərzində dərs həftəsində edilən işlər. Bunu elə bil ki, dərs cədvəlini qurun kimi başa düşə bilərsiniz. Bunu necə eləyə bilərsiniz?
Deməli uşaqlar, dərs cədvəli üçün bizə nə lazımdır sizcə? Kim deyər, kimin fikri var? Müəllim string. Bir dənə tək-tək danışın Banu. Mənim string deyirəm mən. String deyirik. Stringin nə üçün istifadə edirik? Yəni nə daxil edəndə istifadə edəcəyik? Müəllim cədvəl daxil ediriksə, mənim cədvəldə mən məsələn riyaziyyat dərsi məsələn sözlə yazırıq. Buna görə sözlə yazılanda string olur da. Okey, Bəli. razıyam. Bəli Yunus. Burada riyaziyyatda bir məsələnin həllinin cavabı riyaziyyatda int olaraq, yəni hesablama ilə olmalıdır. Ona görə int. Düzdür. Müəllim həm string həm də int. Sakit. Tələsmə. Deməli Yunus, biz burada görülən işləri çox yazsaq, o uzana gedəcək. O səbəbdən biz sadəcə dərs cədvəlini qururuq. Birinci dərsimiz riyaziyyat, ikinci informatika və s. İndi bir stringlər lazımdır, okey. Başqa nə lazım ola bilər sizcə? Float. Float niyə? Bəlkə onluq kəsir daxil edirik. Niyə? Dərs cədvəlində onluq kəsrə dərs cədvəlinin harasında onluq kəsrə istifadə edəcəyik? Mən bir şey deyə bilərəm müəllim. Bəli, bala buyur. Əgər biz ta ki həftənin birinci günündə elədiyimiz işlərlə bağlı nəsə yazırıqsa müəllim, ta ki mənim riyaziyyatda müəllim rəqəmlərdə, ədədlərdən istifadə edirik də müəllim. Yəni bunlar da müəllim integerə aid olduğu mən integerlə istifadə edə bilərik. Düzdür, fikrinizlə razıyam. Sadəcə mən demək istəyirəm ki, işləri ətraflı yazsaq uzayacaq, o səbəbdən dərs cədvəli quraq. Dərs cədvəlinin də hər dərsin öz nömrəsi olur. Məsələn, rəqəmsal bacarıqlar 5-ci saat, riyaziyyat 2-ci saat. Yəni 2 riyaziyyatdır da. Gündəlik yazanda da... Yəni mənim karakter ola bilər. Karakter olaraq daxil etməsəydi olar, elə integer kimi də daxil edə bilərik əslində. Yəni, Müəllim, onda məsələn nə ola bilər? Məsələn, int ola bilər, yox, string ola bilərdi. Çünki 8-ci dərs olaraq G vardı orada məsələn. 8-ci. Dərs adında da mənim. Dərs adında, məsələn, Azərbaycan dili, riyaziyyat, bu zaman mənim stringlərdən istifadə olunurdu. Bəli, düzdür. İndi başlayalım yazmağa. Yazır. Birinci gün Azərbaycan dili yazır, məsələn ingilis dili. Mən belə yazsa integerdən istifadə olunur da. Yox. Birinci. Orada xətt də var, C də var, I də var. Simvollar, yanına simvol, yanına hərf gələn kimi o çevrilir stringə. Deməli, string. Mən bəs rom hərfləri indidən yazanda nə olur? Rom rəqəmləri ilə Rom rəqəmlərini kodda istifadə edə bilməyəcəyik. Amma sadəcə simvol kimi, yəni bəzək kimi rom rəqəmlərini istifadə etmək istəsək, onları string kimi daxil etməliyik. Amma normal rom rəqəmini riyaziyyatda bildiyimiz formada kodun daxilində istifadə edə bilmirik. Yaxşı. Deməli, string, dərs, integer, nömrə. Dərsin nömrəsi, yəni 1-dimi, 2-dimi, hansısa o. Cout, dərsinizi daxil edin. Dırnaqları unutdum. Dərsinizi daxil edin. Sim, dərs. Sonra cout, dərsin nömrəsini daxil edin. Sim, nömrə. Deməli uşaqlar, burada niyə bir dənə dərs və bir dənə nömrədir? Çünki biz bunu, məsələn, gündə 7 dənə dərsiniz var. Eyni şeyi ard-arda 7 dəfə yazmalıyıq normalda. Amma hələ ki mən sizə bir dənəsini göstərirəm. Bir neçə dərs sonra şərt operatorları, onların məsələn misalını bitirdikdən sonra dövr operatorlarını keçəcəyik.
Dövrü algoritmləri məktəbdən bilirik. Yəni təkrarlanan işi gördüyümüz zaman istifadə olunan algoritm növüdür. Oxşar qaydada kodda da dövr operatorları var. Həmin bu işi 7 dəfə eyni işi təkrarlayan zaman dövr operatorundan istifadə edəcəyik. Hələ ki bir dərs və onun nömrəsini daxil edib çap edəcəm. Çap eləyərkən cout. Deməli, nömrəni daxil etdim. Arasına biraz boşluq qoydum. Daha sonra dərsin adını yazdım. Baxaq görək nə başlayır. Müəllim, orada məsələn siyahıdan sonra yazmışsa nömrə. O nömrə belki 2 dırnaq içərisində olmalı değildi. Çünki şeydə var, simvollar. Nömrə integerlə təyin etmişəm axı. Ədəddir də. Onu niyə dırnağa alaq ki? Yox, müəllim, kodda da o işarələdiyimiz yerdə. Burada. Məsələn, isteklərində məsələn dərsi daxil edin demişsiniz. Ona görə dırnaq içərisində. Aşağıda niyə? Dırnaqsızdır. Cout dərsi daxil edin. Bu bərbəzək hissəsidir. Bu dəyişəndir. X, Y mənasında dərsdir. Yəni biz məsələn misal yazarkən X, Y yazıb istifadə edirdik ki, uşaqlar. Həmin o X, Y-in yerinə dərs yazmışam mən. Cout dərsinizi daxil edin, sin dərs. Yəni dərsi daxil etdim. Burada dərs dəyişəndir. O dəyişən hər zaman öz yerində qalır. X, Y-imiz qalır. Nə zaman dərsimizi daxil edə bilirik? Rana basanda daxil edə bilirik. Yəni kodu o formada yazmalıyıq. Rana bastım, dərsinizi daxil edin dedi. Daxil etdim. İnformatika. Enter'e bastım. Dərsin nömrəsi deyir. 1 daxil etdim və çapa verdim. Yəni orada mən dərsi, burada dərs, birinci dərs mənasında daxil etməmişəm. Bu X, Y mənasındadır. Lap yazaq elə X olsun bu. Dərsin adını X kimi yazaq. Nömrə də olsun Y. Burada da nömrənin yerinə yazaq Y. Birinci nömrəni çapa verirəm. İkinci də X-i. Bərbəzək hissəsi dərsi daxil edin. Yəni kod bizə müraciət eləyir 7-ci sətirdə. Deyir ki, dərsi daxil edin. Sin, in daxil etmək. X-i X ilə mən dərsi daxil etdim. İnformatika, riyaziyyat, tarix və s. Növbəti dəfə yenə müraciət eləyir ki, dərsin nömrəsini daxil et. Birincidimi, ikincidimi və s. Burada da biz onun nömrəsini daxil edirik. Çap edəndə isə birinci nömrəni, sonra boşluğu, sonra da dərsin adını yazırıq. Bu boşluğun yerinə biz belə bir mötərizə də qoya bilərik əslində. Baxaq. Dərsi daxil edin. İnformatika. Dərsin nömrəsini daxil edin. 1. Baxın, bu formada çap olunur. Yəni biz bayaq bir dırnaq açıb arasına boşluq qoymuşduq. O boşluğun yerinə bu simvolu da qoya bilərik. Çünki boşluqda bir simvoldur. Bu mötərizə də tək bir dənə simvoldur. Ona görə belə istifadə edə bilərik. Həm də cədvəlimizə daha çox oxşayacaqdır. Müəllim, biz orada X dərs deyilməm. X7-yə vursam mən orada 7 dərs çıxacaq, yoxsa 7 dənə informatika dərsi? Oğlum, X7-yə biz Python proqramlaşdırma dilində vura bilirik. C++-da o iş işləməyəcək. Hələ ki. Növbəti dərslərimizdə fərqli cür öyrənəcəyik onu. Mən biz Python'da hələ yazanım, 7 dənə dərs kimi götürür, yoxsa 7 dənə informatika dərsi kimi? Bala, sən hələ ki indi keçirsən, Python'ı bura qatma. C++-da olmur, qutardı getdi. Python'ı rəqəmsal dərsində onun dərdini çəkərsən. Hələ ki vaxtı deyil. Deməli. Bayaqkən saxladım deyə ümid edirəm inşallah. Sonra Yunus'la da bitirdik. Keçirik nimətə.
PDF Müəllim, bu dərs ancaq kiminsə suallarına baxacaq. Bəli, bala, problemli sualları müzakirə edirik. İlk dərslər istənilən proqramlaşdırma dilində çətin olur. Düz if-else şərt operatorunu keçənə qədər. Əgər siz bu ilk dərslərdə çox qəşəng şəkildə öyrənə gəlsəniz, növbəti dərslər yağ kimi gedəcək. Yəni, hər işin başlanğıcı çətindir. Qalan hissələri siz başlanğıcı yaxşı öyrənsəz, qalanları rahat gedəcək. Ona görə indi tənbəllik eləməyin, dəfələrlə yazın kodu, öyrənin, araşdırın, çalışın. Ardı yaxşı gələcək. Nemət əfəndi, PDF 3-də nə var idi? Hə, PDF 3-də 1-2 misalı yazdıq. Burada məsələn nə ola bilər? A, B-ni daxil edin. A, B. Onların tiplərini daxil edin. Yəni, int A, virgül B daxil etdin. B dəyişəni 2 vahid artırın deyir. Yəni, B üstəgəl C. C daxil edin və elə bunu mən sizə şifahi deyəcəyimi özüm yazın. O da yaxşı. Nədir? Deməli. Müəllim, bu dərs sadəcə sualları izah Bəli, bəli. İlk dərslər, yenə xatırladıram, yeni keçəndə hər bir iş çətin olur. İndi yaxşı öyrənsəniz, qalan dərsləri daha rahat mənimsəyəcəksiniz. Deməli, AB dəyişənlərini daxil edin. Int A virgül B. Onların tipini təyin edin deyir, təyin etdik, integer olacaqlar. B dəyişəni 2 vahid artırın deyir. Artıraq. B üstəgəl 2. Sonra C daxil edin və ona A və B dəyişənlərin cəmini mənimsədin. B dəyişəni 2 vahid artırın deyir. Amma bu formada qoya bilmərik də biz onu. Biz burada məsələn 2 daxil etmişdik. 2 vahid artırıb yenidən özünə mənimsətməliyik ki, daxil etdiyimiz ədəd 2 vahid artsın. Yəni, buradan B gəldi. Sonra B-ni 2 vahid artırdıq. Okey. Sonra C dəyişəni daxil edin. Int C. Burada da təyin eləyə bilirik. Nəsə problem olmur. C-ni daxil edin və ona A üstəgəl B-nin cəmini mənimsədin. C bərabərdir A üstəgəl B. Mənimsətmək C bərabər A üstəgəl B kimi yazmaq deməkdir. İndi, baxın, mən burada A, B-ni təyin etmişəm, amma nə A-nın, nə B-nin qiymətləri yoxdur. Burada düstur var. Mən burada A, B-ni daxil etmədən düsturu hesablaya bilmirəm. O səbəbdən int A, B-dən sonra enteri vururam. Sin A və B daxil edirəm. Eyni tipdə olan dəyişənləri bir dənə sətirlə daxil etmək olur. İndi mən burada A, B-ni daxil etdim, artıq düsturumu hesablaya bilirəm. C-ni ayrıca daxil etməyə ehtiyac yoxdur, çünki C-nin qiyməti bu ikisinin cəmi olacaq. Daha sonra onları çap edin deyir bizə. Cout. Məsələn, B-ni 2 vahid artır demişdim. Onu çap eləyəkmi? Yox, çünki bu düsturda istifadə olunur. Elə C-ni çap etsək yetərlidir. C-nin qiyməti. C-nin qiyməti C. Burada C-nin qiyməti qoşa nöqtə qoyaq ki, bir-birinin içərisinə girməsin. Deməli, baxın, Cout-da bərbəsək yazmamışıq. Burada bilinmir ki, mən nə etməliyəm, nə etməli deyiləm. Qayda baxıram, nə edirdim sin? 2 dənə ədəd daxil etməliydim. Stopa basın, yenidən başladaq. 2 dənə ədəd daxil etdim 1, daxil etdim 2. C-nin qiyməti olur 5. 1 ilə 2 daxil etmişdim. Burada qeyd edirəm. A bərabərdir 1 idi, B bərabərdir 2 idi. Yəni, daxil etdim sindən. Sonra burada olmalıdır B bərabərdir 4 artıq. Çünki 2 vahid artırdım. Burada artıq mən C-ni hesablayanda B-nin buradan gələn 2 qiymətini yox, ən sonuncu qiymətini götürəcəm. Ən son B-nin qiyməti 4-dür, onu götürürəm. Burada olur artıq C bərabərdir
A 1-dir, B 4-dür. 1 üstə gəl 4 bərabərdir 5. Baxırıq nəticəmizə. 1, 2 daxil etdim. C-nin qiyməti alındı 5. Tapşırıq aydındırmı? Bəli. Bəli müəllim. Bəli müəllim. Mən Bu da olsun bizdən Nemət 1. Sonra Nemətlə də bitirdik. Kim var idi? Banu xanım. Banu 4-də 5-dən sonrası. Müəllim, orada çoxdur. Ona görə siz birin zahləsi zaten çox şey, hamısı eyni cürdür. Ona görə birin zahləsi olub işləri üçün taparım. Okey. Müəllim, Bəli. məndə də müəllim Banunun başa düşmədiyi tapşırıqlardır müəllim. Ona görə mən yəni izah eləməyinizə ehtiyac yoxdur. Tamam baba. Deməli, ümumi qısaca belə yazaq. Ədəd daxil edin. Onun 20, 30, 40 faizlərini tapın. Bir dənə ədəd daxil edin. Int ədəd olsun elə. Birincisi, sin bərbəzək nəyə yazaq? Cout ədədi daxil edin. Müəllim, bu bərbəzəki yazmasa olmaz bəyəm. Necə? Bərbəzəki yazmasa olmaz. Yazmasaz olur, amma hələ ki dövr operatorları keçənə qədər bunu yazın, məcburidir. Çünki kodu icra eləyəndə başa düşməyəcəksiniz, nə edirsiniz, nə etdiyinizi başa düşməyəcəksiniz o səbəblə. Deməli, cout ədədi daxil edin, sonra sin ədəd. Ədədimiz gəldi. Ədədin üzərində nə etməliyəm? 30%-ni tapıram. Cout ədədin 20%, daha doğrusu hələ ki. 20%. Deməli, ədədin 20%-ni tapmaq üçün cout. Bunu çap funksiyasında yazıram artıq, çünki hesablamadır. Cout riyaziyyatda ədədin faizini tapmaq üçün nə etmək lazımdır uşaqlar? Müəllim, Aləm bəydə bir-birinə. Onu 20'ye vurup 100'e bölmemiz. Bəs biz de burada kodlarda 0,2'ye vursak hələ 20 faizini tapabilir. Mesela 30 faizini tapmaq üçün də 0,4'e vursak elə bil ki tapabilirik. Düzdür. Müəllim, ədədi faiz göstərən ədədə vurub 100-ə bölmək. Düzdür. Onluq kəsrə vurmaq məcburi deyil. Elə lap sizin üçün daha rahat olacaqsa, ədədi vurun faiz göstərən ədədə bölün 100-ə. Yəni bu formada da yaza bilərsiniz. Onluq kəsr kimi yazmaq məcburiyyəti yoxdur. Müəllim, Bəli. mən belə demək olar, tutaq ki müəllim, 2 dənə yana meyilli xətt eləmək olar müəllim. 2 dənə yana meyilli xətt eləmək olar. Yana meyilli xətt eləyəndə cavabımız integer çıxacaq. Amma burada niyə belə? Yox. 2 estağfurullah qarışdırdım. 2 slashlər Pythonda işləyir oğlum Bilal. O Pythondadır. Burada o yoxdur. Burada tək bölmədir. Çox sağ olun, mən qarışdırmışam. Mən də qarışdırıram arada. Normal bir şey. Deməli, ədədin 20%-ni tapdıq. Deməli, burada ümumi bərbəzək yazaq istəyirsinizsə. Ya da yox. 20%-ni tapdım. Sonra gətirib bunu kopyalayıram. Burada 30%-i yazacağıq. Cout ədədi vururam 30-a, bölürəm 100-ə. Handle. Sonra ədədim 40%. Müəllim, nöqtəli virgül qoymamışsınız. Harda? Yuxarıdakı ikisinə Endel'dan sonra. Hansı sətirlər? Onların sətirlərinin nömrələri var. Mənim 8 və onda 8, 10, 12. Qəşəng.
Deməli, ədədin 40%-ni tapın. Ədəd vurulsun 40 bölünsün 100. Baxaq indi nə baş verir? Aha, maşallah, neyləmişəm? Altın style qoşan nöqtələri düz qoymamışam. Bunlar Ben o kadar şey yazmaktan sonra yani 20 bölü 100'e 0,2 yazsız olmazdı. Yani en Olar, şey değil. olar. Sadəcə normal riyazi qaydasını göstərirəm. Siz onluq kəsirlə yazmağı bacarırsınızsa yazın. Biz tərifdə nə deyirik? Ədədi faiz göstərən ədədə vur, 100-ə böl. Sən əsas bunu başa düş. Qalan sən bu hissəni onluq kəsir çevirə bilirsənsə nə gözəl. O artıq riyazi hissədir. Yəni mənim işim sizə informatika hissəsini öyrətməkdir. Qalan riyazi qısaltmaları edəcəksiniz, etməyəcəksiniz, o sizin işiniz. Deməli, baxaq, ədədi daxil edin. Məsələn, olsun 987. Ədədin 20% 197, 30% 296, 40% isə 394 imiş. Bu belə. Bunu da bunu bir. Bəli. Bəli. Dərs açan bitəcək. Dərs ədədin rəqəmlərini tapmağı da öyrədim. Onların məsələsi bitəndə bitəcək bala. Biraz da səbir. Yeni dərs keçəcək. Yox, yox, yeni dərs keçmirik. Bugünkü dərsimiz məsələ misal müzakirəsi. Müəllimin də tapşırıqları yazmışam. Olar ki çıxım. Ədədin Hələ ki evdə rəqəmini deyiləm. gözlə. Ədədin rəqəmini necə tapırdıq? Bir dənə izah elə də mənə. Necə? Ədədin rəqəmlərini necə tapa bilərəm? Mən deyim müəllim. Yox. Məsələn, klaviaturadan daxil edirəm 123 ədədini. Həmin o 123 ədədinin 1 rəqəmini ayırmalıyam, 2 rəqəmini ayırmalıyam, 3 rəqəmini ayırmalıyam. Necə eləyə bilərəm bunu? Yox, onu bilmirəm. Aha, deməli dərsi bilmirsən. Ona görə axıra qədər gözləyirsən. Ədədin Yaxşı. rəqəmlərini tapın və hesablamalar aparın. Normalda ədədin rəqəmlərini taparkən biz dövr operatoru istifadə etməliyik. Hal-hazırki biliklərimiz ilə isə biz şey eləyə bilərik, nə idi adı? 2 rəqəmli ədədin rəqəmlərini və 3 rəqəmli ədədin rəqəmlərini tapa bilərik. Bunun üçün isə biz int ədəd daxil edirik. Və yaxud da bunu məsələn x, y ilə də yaza bilərik. Müəllim, dövrdən istifadə başlamayacaqsınız. Necə? Dövrdən istifadə var. Dövr dərsini keçməmişik axı. Əvvəl birinci biz şərt operatoru keçək. Şərt operatorunun məsələn misalını bitirək, sonra keçək dövrə. Hələ dövrə tullanmayın. Dövrə hələ çox var. Müəllim, mən də yazdım ChatGPT-yə, o da while dedi dövrə. Bəli. Deməli, ədəd daxil etdik. İndi baxırıq biz normal riyazi qaydada necə olmalıdırsa birinci bunu fikirləşək. Bu lövhəmiz açılsın. Deməli, məsələn, mən klaviaturadan daxil edəcəm 123, mənə nəticə kimi 1 ayrı, 2 ayrı, 3 ayrı verməlidir. Bunun üçün isə biz bu ədədin mərtəbə qiymətlərinin cəmi şəklində göstərilən zaman istifadə edilən ədədlərdən kömək alacağıq. Bu nə deməkdir? 3 təkliklər mərtəbəsidir, 2 onluqlar mərtəbəsidir, 1 yüzlüklər mərtəbəsidir. Yəni biz bu ədədi ayırsaq, 1 vurulsun 100, üstə gəl 2 vurulsun 10, üstə gəlsin 3 vurulsun 1 kimi istifadə edirik. Bölmənin isə, mən sizə bölmə növlərini keçmişəmmi? Yadımda deyil.
Müəllim qalıqla şeyi, qalıqsızı. Bəli. Şimdi Həmzə Fərov. Deməli, yoldaşlar, bölmənin Python'da 3 növü var, burada 2 növ var. Tek slashli bölmə, faizli bölmə. Bu bizə cavab kimi qalıq qaytarır. Məsələn, 5'i 2'ye böləndə qalığımız 1'dir. Yəni biz 5 faizli bölmə 2 yazsaq cavabımız olur 1. Tek slashli bölmə isə normal bölmədir. Normal riyazi bölmə. Normal riyazi bölmədə əgər sən burada integer kimi təyin etmisənsə ədədlərini, cavabın çıxacaq integer ilə. Əgər sən burada cavabının float olmasını demisənsə öncədən, cavabın float kimi çıxacaq. Python'da yuxarı siniflər, hal-hazırda 8-9 olanlar bilir. Python'da 2 slashli bölmə də var. Bu tam hissə qaytaran bölmədir. Amma bu C++'da o yoxdur. Biz o cavabımızın tam ədəd və yaxud da onluq kəsir olmasını cavabımızın dəyişən tipini yazaraq təmin edirik. Deməli, int x indi bizim rəqəmlərimiz də integer olsun. x1, x2, x3. Yəni 3 rəqəmli ədəd daxil eləyəcəm. x1 bərabərdir. İndi baxaq. 123 daxil etdim. 123 ədədini nəyə bölməliyəm ki, cavab 1 alınsın? 120. 100'ə bölməliyik. Bəli. Gəlirəm mən kodda da x ədədini bölürəm 100'ə. Mən x1'i, yəni bu düsturun cavabını integer təyin etdiyim üçün məndə burada cavab olacaq 1. Yəni normal integer tam ədəd olacaq. Amma əgər mən bunu float olaraq təyin etsəm, cavabım 1.0 olacaq. Normalda bu bölmənin cavabı onluq kəsir olmalıdır. Sadəcə mən burada nə təyin etsəm elə verir kod. Biz şey daxil etməmişik. Sin x'i daxil eləyək. Sonra düsturlarımızı hesablayaq. x2 bərabərdir. İndi 123. Mən indi işim nədir? 2'ni almaqdır. Mən indi bu ədədi nəyə bölə bilərəm ki, bu ədədi müəyyən qədər parçalayım, sonra alınan parçadan da 2'ni qopara bilim. Ona müəllim. Ona böləcək, bəli, çünki 2 vur 10 var burada, o səbəbdən ona bölürük. Deməli, x bölünsün 10. Hələ ki cavaba baxa görə nə alınır? 10. Müəllim 12.3 alınır. Ona da qalıq lazım, onda float lazım olmurdu. Yox. Float lazım olmur. x3 bərabərdir. İstənilən uzunluqlu ədədin, yəni istər 5 rəqəmli ədəd olsun, istər 75 rəqəmli ədəd olsun. Bu niyə alacaqlaşdı? Deməli, istənilən uzunluqlu ədədin ən axırıncı rəqəmini tapmaq üçün axırıncı rəqəm, bu bir qaydadır. 123 ədədinin axırıncı rəqəmini tapmaq üçün faizli bölmə 10 istifadə edəcəm. Bu necə işləyir? 123'ü bölürəm 10'a. Alınır 12. 120 qalır 3. Biz nə demişdik? Faiz işarəsi ilə göstərdiyimiz bölmə bölməni icra eləyir, amma cavab kimi bizə qalıq qaytarır. Yəni mən hansı ədədi, məsələn 12346, 5 rəqəmli bir ədəddir, axırıncı rəqəmini tapıramsa yenə faizli bölmə 10 eləyəcəm. Yenə bu ədədi 10'a bölüb ən axırda qalan qalığı cavab kimi qaytarır çünki. X faizli bölmə 10. İndi baxaq bu necə işləyir.
Deməli, birinciyi buradan tutaq ki, gəldi 123. Buradan gəldi bizə 1. Çünki 100-ə böldü. Buradan hələ ki bilmirik. 2 gəlməlidir yazaq. Dəqiq bilmirik bu düz işləyir ya yox. Üçüncü hissəsi də düz işləyir. Dəqiqdir. Buradan gəlir 3. Çünki 123 idi. Ona böldü. Qalıq 3 qalır. Hə, deməli bu üçüncü rəqəm gəlir. Sonra Cout x1 boşluq qoyuram. x2 boşluq qoydum. x3'ü çap etdim. Baxaq nə baş verir. Ədədə daxil edirəm 123. 1, 12 və 3. Bu ortada bir dəfə Müəllim, orada faizli açsaq nə olar? Faizli 100. faizli 100. Okey, baxa görə nə baş verir? Faizli 100. %23 ədədini daxil edirəm. Bu dəfə gəlir 23. Mən indi burada alınan 23-dən 2-ni qopartmalıyam. Bunu necə eləyə bilərəm? Və yaxud da bayaqki kimi. Bayaq 12 gəlmişdi. Bir dənə tələsməyin, baxın. Enter basın. 123. 1, 12, 3. Ortadakindən 12 gəlir. Mən axırdakı bu 2-ni necə qopardım buradan? Buradan 12 gəlir. Ona bölək. Ona bölməklə. Necə bölüm? Mən mötərizəyə alıb x bölünsün, onu tezdən ona bölək. Hansı bölməklə? Faizli bölməklə. Faizli bölməklə. Bilal, niyə faizli bölməklə bölürəm? Çünki müəllim cavabda müəllim qalıq dalmışdı. Ona görə müəllim. Bəli, 12-ni ona böləndə bu mötərizədən cavab alınırdı 12. Okey. İndi bunun üzərində, yəni alınan cavabın üzərində nəsə işləməliyəm. O səbəblə mötərizəyə aldıq, faizli bölmə 10 elədik. Çünki 12-ni ona böləndə alınan qalıq 2-dir. Bizə də elə 2 lazım idi. Doğrudur. İndi baxaq. 123 alındı bizdə nəticə 1, 2, 3. Qəşəng, aferin. Bu bizim 3 rəqəmli ədədi tapma üsulumuzdur. 2 rəqəmli üçün rahatda onu ev tapşırığı kimi özünüz edəcəksiniz. Buna oxşardır. Hə, buyur. Müəllim, onu şəklin qrupa ata bilərsiniz. Atacağım, hamısını atacağım, narahat olmayın. Müəllim 4-cü PDF-dəki suallar da elə 2 rəqəmlilər kimi işləyəcəkdi onları. 2 rəqəmli də işləyə bilərsiniz, 3 rəqəmli də. Hansını bacarsınız, 3 rəqəmli ilə işləsəz daha yaxşıdır əslində. Müəllim, indi bizim dərsimiz bitdi. Bəli, bugünlük bu qədər. Sağ olun. Sağ olun. müəllim. Sağ olun. Sağ olun müəllim. Bay bay. Bay bay.